Salam əziz şagirdlər, hər birinizi xoş gördük. 6-cı siniflər üçün olan BSQ 1-dən olan ingilis dili suallarının doğru izahları ilə tanış olaq. Birinci sualda baxırıq ki, did not var, keçmiş sadə zamandır. Keçmiş sadədə isə ondan sonra gələcək zaman olmalıdır, indiki zamanda, yəni B variantı. He didn't see me. Did olduğu üçün bura so, keçmiş zaman qoymarıq. C-dəki kimi bir forma yoxdur və did notdan sonra ing istifadə etmirik. Yəqin ki, fikir aydındır. İkinci suala baxaq. Last month ötən ay deyir, keçən ay deyir. Keçən aydısa keçmiş sadə zaman axtarırıq. Fly uçmaqdır. Onun keçmiş zamanı B-dəki kimidir. Daha doğrusu A-dakı kimidir. Yəni flew olur. Digərləri düz gəlmir. Çünki indiki zamandır. Üçüncü sualda zən var. Deməli, müqayisə dərəcəsi lazımdır. Müqayisə dərəcəsində necə düzəlirdi? Y-dən bitirirsə ER əlavə olunurdu. Tək uyğun variant A variantıdır. Nozier kimi olur. Dördüncü sualda deməli, çünki o universitetə daxil oldu, düzgün sual verəcək həmin bu hissəyə, hansı ki altına xətt çəkilibdir. O niyə xoşbəxt idi? Çünki universitetə qəbul olmuşdu. C-yə baxırıq. Why was he happy? O niyə xoşbəxt dedi? Ardına bu cümləni qoyanda cavab olur deyə məna baxımından C olur. A-da deyir ki, o nə zaman xoşbəxt idi? B-də deyir ki, what was he happy? O nə xoşbəxt idi? Heç mənası düz gəlmir. D-də deyir ki, who was he happy? O kim xoşbəxt idi? Belə bir mənasız cümlə alınır. Beşinci suala baxaq. Bədbəxtlikdən David ayağını sındırdı. Davidin altından xətt çəkib ki, ona düzgün sual verək. David ayağını sındırdı. Kim öz ayağını sındırdı deyəndə who breaks olur, yəni C variantı olur. Mübtəda sualında söz sırası dəyişmir demişdik. Did qabaqda olmaz. Ona görə doğru cavab oldu C variantı. Bir saniyə, çox üzürlü sayın. Burada C yox, B olur. Niyə? C-də breaks indiki zamandır. Əsas cümləmizdə broke keçmiş zamandır. Ona fikir vermədim mən. Ona görə keçmiş zaman olmalıdır. Yəni B variantı olmalıdır. Düzəldərsiniz. 6-cı suala baxaq. 6-cı sualda isə o yeni bir Apple saat aldı. O həyəcanlı olar. A variantı sıxıcı olmaz, qorxmuş olmaz, qorxmuş olmaz. 7-ci sualda passed all her exams. Bütün imtahanları keçdi. Deməli, 7-ci sualda C düz gələr. O çox çalışdı və imtahanlardan keçdi deyərsən. Dost oldu, qalib mükafat aldı, xaricə getdi, məna baxımından düz gəlməz. 8-ci sualda mənim valideynlərim Fransada səyahəti üçün maşını deməli, nə edirlər? Kirayə götürərlər. Cavab B variantı məna baxımından düz gəlir. 9-da Novruzda insanlar tonqal hazırlayır və üzərindən atlanır. Hazırlamaq feili make-dir, make fire. Poçizləmək, puta qoymaq, təxirə salmaq, seyir isə deməli, üzmək deməkdir. Məna baxımından A düz gəlir. 10-cu sualda small'ın sinonimini istəyir. Small balaca deməkdir. Tiny də çox balaca. Yəni D variantı large böyük, testi dadlı, sərt qəmgin deməkdir. D düz gəldi. 11-ci sualda Azərbaycan dili ingilis dili kimi gözəldir deyəndə əz arasında sifət olduğu kimi qalır. Yəni adi formada hər hansı şəkilçi və ya bir bağlayıcı istifadə etməlik. 12-ci sualda cümlələri bizdən past simple formasında istəyir, yəni verilən feili. Study öyrənməkdir. Bunu bu formada yazacağıq biz bu da. Study kimi yazırıq. Play-də ego var, keçmiş sadə zaman həm də şərtdədir. Bu da played formasında olur. Studied və played. 13-də but, amma, and və because, çünki deyə yerinə qoymaq lazımdır birini. Rauf xoşbəxtdir. Çünki onun bugün ad günüdür. O mənaya görə elə because, yəni çünki olur. 14-də bizdən düzgün sıralamanı istəyir. Deməli, sual cümləsidir. Diddən başladaq bunu. Did you play football yesterday? Did you play football yesterday? Bu formada olacaqdır. 15-də cümlənin negativ formada istəyir, yəni inkar. Qaydalı feildir. id-dən bitibsə, biz bunu did notla yazacağıq. I did not. Did olduğu üçün watchdakı ed da gedəcək orada.
wash up arxası da olduğu kimi qalır. Getdik mətnə. Mətn sualları önəmlidir. Əgər altda oxuyursunuzsa və videonu izləyirsinizsə bilin ki, irəlidə yaxşı ingilis dilini yazmaq üçün sizə mətn suallarını öyrənmək önəmlidir. Bir indi baxaq suallara. Birinci sualda o zəngin ailədə doğuldu. Yuxarıda həmin hissəni sizə göstərəcəm. Normal ailədə doğulub altına xətt çəkdim və onlar varlı deyildi. Deməli false. Yanlışdır bu. İkidə deyir ki, yoldaşı onu tərk etdi çünki onun çox az pulu vardı. Amma mətndə deyir ki, bir saniyə, she was not happy. Xoşbəxt deyildi. Altına xətt çəkdik. Deməli false yanlışdır. 3-də 5 il sonra deməli kitabını nəşr edir. Baxın, published it after 5 years. 5 il sonra nəşr edir. Deməli true olacaq, yəni düzgündür. Mətn nə haqqındadır? Ən başdan mətnə baxmısınızsa, mətn Harry Potterin müəllifindən bəhs edirdi, onun həyatından, kitablarından və s. A-da deyir ki, Harry Potterin kitabları, C-də deyir ki, fransız adam, D-də isə balaca bir qız. Cavab B variantı doğrudur. 18-də altın xətt çəkilmiş it sözü mətnin nəyi əvəz edir? Cavab burada C variantı olur. İzahını sizə verək. She sent her book to many people. O kitabını çox insana göndərdi. But they didn't like it. Amma onlar onu sevmədi. Nəyi sevmədi? Kitabı sevmədi təbii ki. 19-da hansı məlumatı deyir? Tapa bilmərik deyir. Bu da 4, 3 tapa bilirik. Ona görə bunları xəttləyək. Cavab burada 1 və 2 olur. Yəni C variantı. Mən sizə 3 və 4-ü orada göstərim. 3-də deyir ki, biz kitabı 40 dildə tapa bilirik. Baxın son cümləyə. People translated these books into 40 languages. 40 dilə tərcümə ediliblər. Deməli doğrudur. 4-də deyir ki, o sakit bir uşaq idi. Baxın, altına xətt çəkirəm. She was very quiet child at school. Məktəbdə çox sakit uşaq idi deyir. Deməli 3-4-ün cavabı vardır. 20-ci sualda o Harry Potter kitabını yazmağa başladı. Həmin hissəni bir saniyə. She began writing her. Aha, burada altına xətt çəkirəm sizin üçün burada. Deməli, harada bitir? Potter book. Aha, sorry. Burada. Aha, belə yazırıq. And published it after 5 years. Baxın, bu hissə doğrudur. Bunu burada işarə etdim. Bir dənə də ox qoyaq. Yəqin ki, fikir verdiniz. Yəni, mətndə eynisi var, tapmaq rahatdır. Və deməli, bu da 20-ci sualın cavabı oldu. Belə əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Davamlı videoları izləmək üçün kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Hər birinizə uğurlar olsun.